Salam, yeni izah videomuz Kimya Dim Test Toplusu 2025 ikinci hissə, səhifə 258 və aldehdlər və karbon turşuları bölməsində ətraflı yazılı cavab tələb olunan tapşırıqlar olacaq. Birinci sualda görək nə deyir? İki turşu verib bizə, adipin və sirkə turşuları, molekulunda karbon atomunun hibrid orbitallarının sayını veribdir. Deməli, adipin turşusu iki əsaslı turşudur. COOH, CH2, 4, COOH. Sirkə isə CH3COH-dır. İndi burada karbon atomlarının sp2 və sp hibrid orbitallarının sayını müəyyən edək. sp2 COH vəziyyətlər sp2 hibrid vəziyyətdir. Amma burada CH4 yox, bu CH2 olmalı idi. CH4 yazdımsa. Metilen qrupundakı 4 karbon sp3 hibrid vəziyyətindədir. O cümlədən burada metil qrupu sp3-dür. Deməli, adipin də sp2 hibrid orbitallarının sayı 2 karbon sp2 hibrid vəziyyətindədir. Bu eləyəcək 6 hibrid orbital. sp3 hibrid vəziyyətində 4 karbon sp3 hibrid vəziyyətindədir. 4 4-ün 16 hibrid orbital eləyəcək. Sirkədə 1 karbon sp2, 1 karbon sp3-dür. Yəni 3 və sp3-də 4 olacaq. A böl B nisbəti, A-nı B-yə bölsək, 6-nı 3-ə bölsək, bu 2 eləyər. 16-nı da 4-ə bölsək, bu da 4 eləyər. Birinci cavabı 2, ikinci cavabı 4 oldu. İkinci suala baxırıq. Deyir, 12 qram sirkə turşusunun kalsium ilə tam reaksiya zamanı alınan duzun mol miqdarını və neçə qram qaz ayrıldığını hesablayın. İkinci sualda sirkə turşusunun kalsium ilə reaksiyasını yazaq. Bildiyimiz kimi kalsium karboksil qrupundakı hidrogeni əvəz edəcək. CH3 deyib kalsium. CH3COO 2 kalsium olacaq. Çünki kalsium 2 valentlidir, amma burada CH3CO 1 valentli qalır. Plus H2. Bura 2 atırıq. Belə. 12 qram sirkə turşusundan alınan duzun mol miqdarı. Deməli, sirkə turşusunun emiri 60-dır. 2 molu 120 qramı 1 mol duz alınır. Və alınan neçə qram qaz? 2 qram hidrogen qazı ayrılır. 12 qram da 0,1 mol və 10 dəfə az 0,2 qram da qaz ayrılır. Üçüncü sualda doymuş bir əsaslı karbon turşusu verib bizə. Doymuş bir əsaslı karbon turşusu. Molekular rabitələrin sayı polyar N-dir, qeyri-polyar N-9-dur. Yəni polyar və qeyri-polyar arasında 9 fərq var. Doymuş bir əsaslı karbon turşusu molekulunda bir asimetrik karbon atomu olarsa onu beynəlxalq üsulla adlandırın və molekulunda polyar rabitələrin sayını yazın. Biz bunun karbon sayını tapmalıyıq ki, dediklərini yaza bilək. Doymuş bir əsaslı karbon turşularının rabitələrin düzgün görmək üçün CnH2 O2 formulundansa daha yaxşı olar ki, Cn. İndi burada n ilə verdiyi üçün mən əvəzləmə eləyəcəm. Cx H2x plus 1 C O H kimi yazacağım. Baxın, bu formulda polyar kovalent rabitələrin sayı 2x plus 1 burada. O üstə 1. 2x plus 1 üstə gəlsin. 1 1 1 1. Yəni 2. Yəni bir göstərdim ki, hardan nə gəlir. 2x plus 1 2 3 5. 2x plus 5. Qeyri-polyar kovalent rabitələrin sayı. Karbon atomları arasında rabitələrdir ki, baxın, x burada, bir də burada karbon var. X plus 1 karbon arasında doymuş turşu olduğu üçün karbon atomları arasında ancaq sigma rabitələri olacaq və açıq zəncirli olduğu üçün də karbon sayından çıx 1 olacaq. Karbon çıx 1. X minus 1 olacaq. Deməli, və polyar ilə qeyri-polyarın fərqi də 9-a bərabərdir. N və N-9 arasında 9 fərq var. Deməli, mən burada da 2x plus 5-dən x minus 1-i çıxsam 9 almalıyam. Bəli, x minus 1-i çıxsam 9 almalıyam. Bunu hesablamaq lazımdır. Deməli, x 5 o da 1.
Bir saniye. X plus 1 karbon var idi de. Ondan bir vaydaz X'in özü eləyəcək. X plus 1 eləməyəcək. Deməli, burada X plus 5 bərabərdir 9 olacaq. Baxın, karbon X və 1. X plus 1-dir. X plus 1-dən bir vaydaz X eləyər. X minus 1 eləməz. Mən orada diqqətsizlik elədim. X bərabərdir 4 oldu. Deməli, mənim karbon turşumun radikal hissəsində 4 karbon var. Yəni, C4, H9, COH-dır. Yəni, pentan turşusuna uyğundur. Sadəcə olaraq burada deyir ki, bir asimetrik karbon atomu olarsan. Yəni, bunun bir asimetrik karbonu olacaq şəkildə yazsaq. Deməli, bir asimetrik karbon olacaq şəkildə yazsaq. Bu şəkildə yazarıq. Buradakı bu karbon asimetrik olacaq. H3, H2, H3, HCH. Bu da beynəlxalq adı istəyir də 2 metil butan turşusudur. Butan turşusu. Və molekulunda polyar rabitələrin sayını yazın. Polyar rabitələr buradakı radikaldakı hidrogenlər də 3, 5, 6, o da 3, 9 plus COH-ı da açırıq. OH 10, 11, 12, 13 dənə. Ümumi polyar rabitələrdə 13 dənə olacaq. Dördüncü sualda deyir ki, keton və alkanın nisbi molekul kütlələri eynidir. Yəni mm'dir. Molekulunda ketonun hidrogen sayı 10'dur. Alkan isə n'dir. M'i və n'i hesablayın deyir. Deməli, mən dərs sahında çox asan bir qayda demişdim ki, əgər keton, aldehid və alkanın nisbi molekul kütlələri eynidirsə, alkanın karbon sayı keton və ya aldehiddən bir vaid çox olacaq. İndi 10 hidrogeni olan keton C5H10O olar. Çünki ketonların ümumi formu CnH2NO idi. İndi hidrogen 10'dursa karbon 5 olacaq. Bu zaman alkanın formulu C6H14 olacaq. Karbon sayı bir vaid artıq olmalıdır. Və hidrogen atomlarının sayı N14 oldu. Və mən əgər burada M hesablamaq istəsəm, 14M plus 16 formulu yerinə, N'in yerinə 5 qoyacam. 14'ü 5'ə vursaq 70 eləyir gərək ki, 14 vur 5. Üstə də 16 gəlsə 86 olacaq. M'in də qiyməti 86 olur. 5-ci sual. Butanın katalitik oksidaşmasında sirkə turşusunu alma reaksiyasının tənliyini yazın və əmsallaşdırın. Butan C4H10 üstə gəlsin O2. Tərkibində 2 dəfə az karbon olan turşu CH3, COOH və burada həmçinin su alınırdı. Və biz bunu əmsallaşdırsaq, bura bir dənə karbon sayına görə 2 ataq və oksigenləri düzəltməyə çalışsaq, hidrogen birinci baxaq, hidrogenləri düzəldə verir. 10 burada var. 3 o da 1, 4, 2, 8. Bura 1 qalsa 10 olacaq. Oksigen 2, 4, o da 1, 5'dir. 2, 10 da 5. Təbii ki, belə əmsal biz saxlamırıq. Nə edirik? Bütün atdığımız əmsalları 2'yə vururuq. 2'yə vururuq. 2 dəfə artıracağıq. Deməli, 2, 5. Bura 2 atmışdıq 4. Bura 1 atmışdıq 2. Əmsallarımız bu oldu. Sonra deyir ki, məişətdə tərəvəz məhsullarının, bu birinci halı idi. Məişətdə tərəvəz məhsullarının konservləşdirilməsində 3% sirkə məhlulundan istifadə olunur. Bir balon 10 qram 3%li turşu məhlulu sərf olunursa, yəni 10 qram 3%li, bunun içindəki turşu, onun 3%-i nə qədər edir? Onun 3%-i, bu nədir? Bir saniyə. Neyse, bu yazını buradan kənarlaşdıra bilmirəm. Özün yaxşı aparmır. Neyse, beyni dönübdür. Neyse. 10 qram 3%li, bunun içində 0,3 qram sirkə. Yəni bir balona biz 0,3 qram sirkə turşusu sərf edirik. Deyir ki, turşu 14,5 qram butanın katalitik oksidaşmasından alınan sirkə turşusu məhlulu ilə neçə balon konservləşdirmək mümkün olduğunu hesablayın.
İndi biz nə edirik? Təbii ki, əvvəlcə sirkə turşusundan 14-15 qram butandan neçə qram sirkə turşusu alınır onu hesablayaq. Hələ burada onsuz da reaksiyamız var. 14-15 qramdan x qram alınır. 2 vur. S4H10 mR. mR'lər də verməyiblər. Məsuliyyətsizlik. 12 diyor karbon. Bu 58'dir səhv eləmirəmsə. Bu da 4 vur 60. X bərabər olacaq. Bundan bu x-lar getsə 1 ilə 2 qalar. 30 qram sirkə alınır. İndi biz bir balona 0,3 qram turşu sərf edirdirsə 30 qram sirkə neçə balona istifadə olunur? 100 balon. 100 dənə balon istifadə edə bilərik. Bu qədər sirkəni. Davam edirik 6-cı sualla. Deyir ki 2 metil propanolun mis-2 hidroksidlə reaksiyasının tənliyini yazın. Əldə edin. Birinci bunu yazaq. Bu asandır. 2 metil propanol. Deməli CCCOH 2-yə də metilimiz var. Hidrogenlərini də tamamlayırıq. Bu şəkildə. Bunun mis-2 hidroksidlə mis-OH2 ilə reaksiyasını yazsaq. Bu aldehiddir. Aldehidlər oksiləşəndə bu, baxın, bura bir dənə oksigen gəlib yazırsınız. Hər şey olduğu kimi qalır. CH3, CH, CH3, COOH üstə gəlsin. Biraz kiçildək. Mis-1 oksidə çevrilir və su alın. Əmsallaşdıranı da bura bir içimizi atırıq. Bura bir içimizi atırıq. Və deməli başqa nəyə 2 düşür? 2, 2-nin 4, 5, 1 mis-1 oksidlər. Bura 2 atsaq, 2, o da 2, 4. Hə, düzəldi. İndi tənliyi yazdıq, əmsallaşdıq. Birin cavabı bu. Yuxarını silək, gözümüzə pis görünür. İkinci də deyir ki, aldehidin 36 qramının mis-2 hidroksidlə reaksiyasına alınan mis-1 oksidin və suyun kütləsini hesablayın. Tənasüb elə bunun üstünə quracağıq da. Yəni bu aldehidin mR-i neçə karbonlu? 1, 2, 3, 4 karbonlu. C4H8 oldu. Bunu mR eləyəcək. %72. 72 qram aldehidin mis-2 hidroksid oksidləşməsindən mis-1 oksidin kütləsi 128, o da 16, 144 qram mis-1 oksid alınır və 36 qram su alınır. Bəs 36 qramla nə qədər alınır? 2 dəfə azdır, fikir verin. Deməli 144-ü 2-yə böləcəyik. Elədi 72. Deməli 72 qram mis-1 oksid alınır. 72 qram mis-1 oksid alınır və 36-nı 2-yə bölsək 18 qram da su alınacaq. Bu 2 və 3-ün cavabları idi. 7-ci suala baxırıq. 7-ci sualda bizə deyir ki RCOH M-42 hidrogen atomu sayı N, bu da RCOR1 mürəkkəb efirdir M, X. X-i müəyyən edin deyir. Karbon turşusu minimal karbon atomludur və R və R1 alkil radikallardırsa. Karbon turşusu minimal karbonludursa mənim ağlıma qarışqa turşusu gələr. Amma əgər deyirsə buradakı R alkil radikaldırsa, onda CH3 yazmalıyam. Çünki minimal karbon turşusu minimal karbon atomlu və R də radikalsa ən kiçik olacaq. Yəni sirkə. Sirkənin də mR bildiyimiz kimi 60-dır. Molekulunda hidrogen atomlarının sayı N heç istəməyib məndən, yazmağa heç ehtiyac yoxdur, uzatmırıq. Onda M-42 bərabərdir 60-dırsa, M olacaq 102. Deməli, burada M-i tapdıq. Yəni, mürəkkəb efirə nisbi molekul kütləsi M verib 102 tapdıq. Bu 2-nin cavabı idi. 2-nin cavabıdır bu. Və deyir ki, X-i tapın da, bu X-i tapın. Tapaq, heç bir problem yoxdur. Mürəkkəb efirlərin, bildiyimiz kimi CnH2NO2 ünlü formulu var. 14 plus 32 bərabərdir 102 desək, N bərabər olacaq
102 sağa keçsə 70, 70 döndürdə 5 eləyəcək. Və biz R radikalının metil olduğunu biliriksə, CH3, COO, o zaman 2 karbonun burada istifadə elədirsə 5-dən R1 radikalına 3 karbon qalacaq. C3H7. Buradan 3 plus 7 də 10 eləyər. Amma heç bu yolla eləməyə də bilərdim. Yəni bu yolla eləməyə bilərdim. Yəni nə eləyərdim? Eni 5 taxmışdım. 2-ni də yerinə qoysaydım onu çox rahat çıxardı. Əslində bu daha məntiqli idi. Birinci cavabı da 10 olacaq. 8-ci sualda doymuş bir əsli karbon turşusu molekulunda asimetrik karbon atomu var və karbon atomları sayıda minimum olsun. Ən az karbon sayıda və bir asimetrik karbonu olan bu tip suallarda mən nə demişdim? İkili butil radikalı adeta yazılır. İkili butil və ikili butil. Minimum karbon sayılı karbon turşumu deyir. Bir asimetrik karbon olsun və minimum karbon sayı olsun. Turşu deyirsə gətir bura COH qoyursunuz. Bu şərt ödənir. Yox, əgər aldehid desə CH qoyarsınız. Spirt desə OH qoyarsınız. Alkin desə etinil qoyarsınız. Alken desə vinil qoyarsınız və şərt ödənər. Minimum karbon sayıda bir asimetrik karbonu olan turşu, aldehid, spirt, alkin, aldehid, alken və s. İndi bizə turşu deyil. Turşunu da yazdıq bu şəkildə. Çünki burada fikrimə polyar rabitələri istədici mən buranı açıq yazdım. X-i müəyyən edin. Polyar rabitələrin sayını deyir. 3, 5, 6, 9. 10, 11, 12, 13. X 13 oldu. Birinci cavabı 13 oldu. Və beynəlxalq bunu bir dəfə yazmışıq. 2 metil butan turşusu da var. Bir dəfə yazmışıq. 2 metil butan turşusu. Dokuzuncu suala baxaq. Molekulunda karbon kütlə payı 40% olan doymuş aldehidin karbon kütlə payı 49 qram mis2 hidroksilə oksiləşməsi zamanı əmələ gələn qırmızı çöküntünün kütləsini qramla hesablayın. Aldehidin hidrogenlə reaksiyasına alınan maddənin formulunu və beynəlxalq nomenklaturələ adını yazın. Yəni ki, alınan maddədən söhbət. İlk öncə aldehidi müəyyən edək. Aldehidlərin ümumi formulu CnH2nO'dur. 9-cu sual işləyir. Burada karbon kütlə payı 40% deyir. Karbon burada 12N'dir. 12N 40%dirsə, o zaman geriyə qalan 2N plus oksigen 16. Formulun qalan faizi, yəni 60% olur. İxtisar buradan 2 və 3 qalar. 12 ilə 2 gedər. Burada 6 və 1 qalar. 6 N 3'ə vursaq 18 N bərabərdir. 2 N plus 16. 2 N o yana keçdi, sola keçdi. 16 N bərabərdir 1. Yəni aldehidimiz qarışıq aldehididir. HCHO. Bunun HCHO'nun mis2 hidroksidlə reaksiyasına alınan qırmızı rəngli çöküntünü hesablayın. Əslində burada aldehidin formuluna ehtiyacımız yoxdur. İstənilən halda mis OH2 istənilən aldehidlə oksiləşəndə 2 molundan 1 mol mis 1 oksidi yaranır. Bunu həmişə yadda saxlayın. Yəni sizin burada aldehid formulu yazmağınızın heç bir mənası yoxdur. Bu qarışıq aldehidi də olsa mis2 hidroksidlə mis 1 oksid arasında nisbət bu olacaq. Sirkə də olsa, istənilən aldehid də olsa. Və fikir verin, bizə mis2 hidroksidin kütləsini verir və mis 1 oksidin kütləsini istəyirsə, hansı aldehidin olmasının bir mənası yoxdur. Əgər aldehidi verib mis 1 oksidi istəsəydi, o zaman aldehid önəmli olardı. Yəni yazmaya da bilərik burada HCHO. Amma ətraflıdırsa yazmağımız məsləhətdir ki, bizə tam bal versin. Burada qarışqa turşusu və su alınır. Bu reaksiyanı bayaqları ən oxşarını əmsallaşdırdıq. Bu şəkildə olacaq. İndi mis 2 hidroksid emeri 98'dir. 2 vur 98'dən mis 1 oksidi bayaq neçə tapdım? 128, 16, 144 qram əgər mis 1 oksidi alınırsa, deməli
49'dan da x alınacaq. 4 dəfə azalıb 4 dəfə azalır. 144 bölü 4 eləyər 36 qram. Deməli burada birin cavabı oldu 36 qram. Və aldehidin hidrogenlə reaksiyasına alınan maddənin formulunu istəyirsə, aldehidin hidrogenlə bizlər reaksiyasını yazarıq. Buraları bir dənə təmizləyək. 9-cu sualın ikincisini yazıram. Aldehid HCHO idi və bu hidrogenləşdikdə bilirik ki, aldehidlər reduksiya olunur. Yəni hidrogenləşdikdə karbon sayı eyni qalmaqla birli spirtə çevrilir. İndi burada bir karbon olduğu üçün aldehiddə alınan spirt də metil spirti olacaq. Bunun beynəlxalq adı da metanol olacaq. Metanol. 10-cu suala baxırıq. 20% qarışıq olan texniki kalsium karbiddən alınan asetlenin artıqlaması ilə götürülmüş su ilə qarışıq təsirindən 4,4 qram sirkə aldehidi alınmışdır. Deməli, kalsium karbiddən asetlen alınır. Asetlenindən də sirkə aldehidi alınır. Belə bir sxemimiz var. Sərf olunan texniki kalsium karbidin kütləsini və ondan alınan asetlenin həcmini hesablayın. Burada məsələ verirsiniz nədir? Reaksiya birim birədir. Sərf olunan texniki kalsium karbidin kütləsinə. Texniki kalsium karbidə baxın. Texniki karbid. Bunun içində kalsium karbidi var 20%. Texniki kalsium karbid x qram olsa 20% qarışığı varsa 80% saf kalsium karbid. Yəni 0,8x qram bu kalsium karbidin özünü saxlayır. Və bu zaman buradan asetlen alınıb, asetlenden də sirkə aldehidi alınıb. Reaksiyalar birim birə olduğu üçün birbaşa kalsium karbiddən sirkə aldehidi alınır deyə bilərəm. Və bu nə qədərdir? Baxın, bunun emeri 64-dən 44 alınır. 0,8x-dan 4,4 alınıbsa, x bərabər olar. Burada bu vergüllə vergülü aparsam, bunlar gedər. 64-ü bölərəm 8-ə. 8 qram eləyəcək. 8 qram olacaq. Və x 8 qram. Yəni götürdüyün deyir ha burada sərf olunan texniki kalsium karbidin kütləsi o 8-dir. X demişdim texniki kalsium karbidə. X-a da 8 tapdım. Və ondan alınan asetlenin həcmini istəyir. Hesablayaq da asetlenin həcmi. Bu reaksiya dedik ki, birim birə gedir. Baxın. Biz tapmışıq ki, 4,4 qram bizə verib ki, sirkə aldehidi alınır və sərf olunan asetlenin həcmini istəyir. 44-dən 22,4 4,4-dən x da bərabər olacaq 2,124 litr. Bəli. Bunu uzun versiyada yazmaq olar əslində. Bəlkə də ətraflıdır deyə o cür yazmaq daha məntiqlidir. Yəni texniki kalsium karbid texniki. Bunun içində saf kalsium karbid var. Kalsium karbidin su ilə reaksiyasından kalsium hidroksid və asetlen alınır. Asetlenden gümüş piroksid və ya digər oksidləşmə nə ilə deyir? Asetlenden su ilə alınır. Sirkə aldehidi. İndi 4,4 qram sirkə aldehidi alınıbsa 4,4 x mol asetlen əmələ gəldi. Asetlenden alınıb 44 1 mol. Bu x elədi 0,1 mol. Hansı ki bizdən burada alınan asetlenin həcmini litrdə hesablayın deyir ha. 0,1 moldu. 2-nin cavabı 2,124 litr olacaq. Sonra bu 0,1'i bura qoyuruq 0,1 mola. 0,1 mol almaq üçün sərf olunan saf kalsium karbidin kütləsinə x qram deyirik. 1 mol almaq üçün lazım olana 64 deyirik. X bərabərdə 6,4 qram. Deməli 6,4 qram burada var imiş.
saf. 6,4 qram kalsium karbid 80%dir. 80%dir. Bizdənsə texniki kalsium karbidi bütünü istəyir 100%-i tapmalıyıq. 100% də X-dir. X buradan dediyim kimi 8 çıxacaq. Yəni belə uzadaraq da eləmək olar, amma birinci elədiyim çox yaxşı üsul idi. Sxemlər. Davam edirik 11-ci sualla. Deməli nə deyir burada? Doymuş aldehidin kütləsi, aldehidin formulu X, kütləsi M, yanma zamanı əmələ gələn CO2-nin kütləsi 2M, tərkibində sigma rabitələr. Doymuş aldehidin tam yanması deyək. Arada deyirlər, arada demirlər. Özləri də bilmirlər nə vaxt demək lazımdır, nə vaxt yox. Deməli, CnH2nO-dur. Bunun tam yanmasından alınan karbon qazı N mol CO2 alınır. İndi 14N plus 16-dan 44N alınır. M-dən də deyir 2M alınır. M-lər təbii ki gedər, 1 və 2 qaldı. Onda 2 ilə 44 də gedər, 1 və 22 qaldı. 14N üstə gələn 16 bərabərdir 22-nə. Keçdi sağ oldu 16 bərabərdir 22-dən 8N, N də bərabərdir 2. Deməli bu CH3, CHO, yəni sirkə aldehidiymiş. Tərkibindəki sigma rabitələrin sayını istəyir. Birinci açıq zəncirdə toplayıb 1 çıxa bilərsiniz. İkincisi də ki, yəni 1, 4, 5, 6, 7, 7-dən 1 çıxacaq, 6 sigma olacaq 11-də. X-in formulunu yazın, yazdıq formulunu. Belə açıq da yaza bilərsiniz. Qapalı da yaza bilərsiniz, bir fərq eləməz. 12-ci suala baxırıq. 12-ci sualda deyir ki, sirkə turşusu və natrium hidroksiddən metanın 2 mərhələdə alma reaksiya təmizliklərini tərtib edin. Edək də. Sirkə turşusu. Sirkə turşusundan natrium hidroksidini 2 mərhələdə alınma reaksiyanın təmizliklərini tərtib etmək istəyirəmsə, birinci sirkə turşusu natrium H-ın reaksiyasını yazaram. Natrium asetat alınır, CH3CO, natrium və su. Alınan natrium asetatın üzərinə də CH3CO, natrium üstə gəl. Natrium hidroksidlə əritdikdə metan və natrium karbonat alınır. Bu 2 mərhələ dediyi budur. 12 qram sirkə turşusundan ən çox neçə litr metan almaq olar? Bu 2 reaksiyanı tərəf-tərəfə toplasam, CH3 COH üstə gəlsin 2 natrium OH, CH4 su və natrium karbonat deyəcəm. Yəni mənim məqsədim burada bir tənlik qurmaqda. Bir var burada sirkəyə görə natrium asetatı tapım, sonra natrium asetata görə metanı tapım. Birbaşa görürəm ki, burada birin birədir reaksiya. Heç bax, bunlar da mənə lazım deyil burada. 1 mol sirkədən 1 mol metan alınır. 12 qram sirkə turşusu MR 60 olduğu üçün 0,2 mol. 0,2 mol sirkə turşusundan elə 0,2 mol metan alınır ki, bu da 4,48 litr deməkdir. Normal şəraitdə. 13-cü sualla davam edirik. Artıq 13-cü sualda köhnə toplum suallardır bunlar artıq. Oxşarlaşdılar. 2 izomer doymuş bir atomlu spirtdən ibarət. 2 izomer doymuş bir atomlu spirtdən ibarət. 14,8 qram qarışığın mis-2 oksidlə tam oksidləşməsindən 14,4 qram aldehidlər qarışığı alınır. Deməli, o izomer spirtlərin hər ikisi birli spirt imiş. Onda ümumi formulundan yaza bilərəm. Yəni, CnH2n plus 1 OH-ın mis oksidli ilə oksidləşməsindən CnH2nO mis və su alınır. Bu oksidləşmə reaksiyasını ümumi şəkildə belə göstərdim. Tam oksidləşmə 14,8 qramdan 14,4 qram aldehid qarışığı alınıb. 14N plus 18-dən 14N plus 16 alınır. Və mən baxıram ki, burada belə bir tənasüb işləməkdənsə fərqlə baxa bilərəm.
Yəni 14.8 ilə 14.4 arasında yerim burada var, bura yazıram. Fərq neçədir? Neçə fərq var? 0.4 qram fərq var. 14.8 ilə 14.6 arasında 2 qram fərq var. Buradan bir tənasüb qurub, baxın buradan bir tənasüb qurub 0.4-ə 14.8, 2-yə 14 plus 18 desəm və vergülü adam elədi. Bununla bu getdi 2, 1. 148-i 2-yə bölsəm 74. 14 plus 18 bərabərdir 74. 74 çıx 18 böl 14 n bərabərdir 4. Deməli, mənim izomer spirtlərim ikisi də C4H9OH formullu spirtdir. İlkin qarışıqda maddələri beynəlxalq nomenklatura ilə adlandırın. Əgər mənim spirtlərim C4H9OH spirtlərdirsə və hər ikisi aldehid veribsə, deməli, hər ikisi birli spirtdir. Onda C4H9OH-ı birli spirtlər şəklində yazsam, biri elə butanol 1, biri butanol 1 olar, biri də 2 metil propanol 1, yəni izobutil spirt olar. CH3, CH. Baxın, bunlar ikisi aldehid verə bilər. Digər halda məsələn 4 karbona uyğun gələn üçlü spirt var. Mis-2-oksidlə oksidləşmir üçlü spirtdir. Və yaxud da butanol 2 var ki, ikili spirt. Bu da oksidləşəndə keton verər, aldehid yox. Ona görə bunları yazmıram. Sonra son qarışıqda verilmiş kütləsinin, yəni bu 10 gümüş piroksid ilə tam oksidləşməsindən ən çox neçə qram metal alınar? Verilmiş kütləsinin gümüş piroksid. Bu aldehiddən söhbət gedir də. Baxın, aldehidlər izomer aldehidlər. Durub hər ikisini ayrı-ayrıyaq da. Reaksiya yazmağımın bir mənası yoxdur. Ümumi şəkildə aldehidlərimi bir dənə buranı silək. Adlarım mən yazdım bunların da. Adlarım bir də yazım. Bəlkə yadınızda qalmadı. Əslində izahı geri verib görə bilərsiniz. Çətin bir şey deyil. Butanol 1 və 2 metil propanol 1. Bəli. Sonra nə deyir? İndi baxın, bizim spirt aldehidlər qarışığımız o zaman əgər bura 4-dürsə, bura 4 olacaq. C4 H8O. Bunun gümüş piroksidlə oksidləşmə reaksiyası ümumi şəkildə C4 H8O2 üstəgəl 2 mol gümüş şəkildə yaza bilərik. Bu yazı yenə gəldi bura, bu zəhləmizə tökür burada. Etmir də. Nəsə planşetin güncəllənməyə ehtiyacı var. Sadəcə videonu yarda saxlayıb ora keçə bilmirəm. İndi bizim aldehidlər qarışığımız 14.4 qram. 14.4 qramdan ən çoxu neçə qram metal alınar? X qram. C4H8O-nun da emeri 50 neçədir bu? Yox, 50 neçə deyil. 72-dir. 72-dən isə 2 vur 108 qram metal alınır. Və buradan bir dənə bunu hesablayaq. Cavab 43,2 qram olacaq. X bərabərdir 43,2 qram. Bu da ikincinin cavabı idi. 43,2 qram. Deməli, burada silək buranı və 14-cü suala baxırıq. Sirkə turşusu və oksalat turşusundan ibarət 2 mol qarışıq maksimum 2,5 mol natrium aşinlə reaksiyaya daxil olur. İlkin qarışıqda olan hidrogen atomları ümumi mol sayını və ilkin qarışığın kütləsini qramla hesablayırıq. Biz sirkə və oksalatın reaksiyalarını natrium aşinlə yazaq. Mol nisbətini bilirsə də eləyə bilərik əslində. Amma deyəsən zaryadkam azdır. Sirkə
CH3COH. Natrium OH-la bu birin-birə reaksiya girər. CH3 CO natrium və su. Oksalat isə COH-COH-dır da. Bunu mən COH 2 şəkildə yazıram. Üstə yəni natrium OH. Biraz aşağı çəkək. Tənasüb qursaq bizə mane olmasın. Maksimum 2,5 mol. Yəni natrium OH çoxdursa hər iki halda tam neytrallaşma gedər. CO natrium 2 plus 2 mol su. Burada 2 yazarıq. Tam reaksiyalar bu şəkildə olacaq. Sirkə və oksalat ikisi verdi 2 moldur. Hərəsi neçə moldur bilmirik. A mol sirkəyə A mol natrium OH sərf olunar. B mol oksalata da 2 B mol natrium OH sərf olunar. İlkin turşuların mol cəmi A plus B2. Sərf olunan natrium OH mol cəmi A plus 2 B2,5. Sistem şəklində baxsaq B bərabər olar 0,5. A da bərabər olar 1,5. Yəni 0,5 mol COH-dan 2 var. 1,5 mol sirkə turşusu var. Deyir ki, ilkin qarşılıqda olan hidrogen atomların mol sayını. Yaxşı, gəlin belə bir şey eləyək. Oksalatı C2H2O4 yaz, O4 bəli yazacağam. Və sirkəni isə C2H4O2 yazacağım. Və buradan hidrogen atomlar 0,5 vur 2, 1 mol. 1,5 vur 4, 6 mol. Cəmi 7 mol nə var? Hidrogen atom var ilkin qarşılıqda. Bu birinci cavabıdır. Sonra ilkin qarşılığın kütləsini istəyir. Yenə 0,5 mol C2H2O4 var. Oksalatın kütləsi 90 deməli. Sirkə isə 60-dır. 0,5 vur olsun 90. Üstə gəlsin 1,5 vur olsun 60. 45 üstə gəlsin 120. 45 üstə 120. 165 olacaq bu cəmi. Deməli 0,5 90-a vursaq 45. 1,5 60-a vuranda 120 eləmir. 90 edir deyəsən. Bir dəqiqə o şifayı elədim amma. 1,5 vur 60 inanılmaz. 90 üstə 45. 135 qram olacaq. Deməli, ikincinin də cavabı bu olacaq. 15-ci sualda nə istəyir bizdən? Deyir ki, bəs doymuş alfatik aldehid molekulunda atomların sayı oksigen A, hidrogen A plus 5. Yəni, aldehiddə həmişə 1 oksigen olur da. Yəni, bizim öyrəndiyimiz aldehidlərdə də. Doymuş alfatik aldehidlərdə. Hidrogen də 6 dənəymiş demək. Və bu aldehid də nə olsa yaxşıdır? C2H5 CHO. 15-ci sualı yazırım. Deyir X molekulunda karbon-karbon stigması sayı 3 karbon varsa bunu açıq yazsaq CH3, CH2. Belə 1 və 2. Birin cavabı 2 olar. 2 karbon-karbon stigma var. Və sp3 hibrid orbitalların sayı. Deməli, karbon qrupundakı karbon sp2-dir. Digər 2 karbon sp3 hibrid vəziyyətindədir. Hər sp3-də 4 hibrid orbital var. 2 karbon sp3 isə 8 sp3 hibrid orbital olacaq. Davam edirik 16-cı sualla. Deyir ki, X plus 1 mol H2 Y alınır. Doymuş bir atomlu Y spirti optik aktivdir və molekuluna minimum sayda karbon atomuna malikdir. Bayaq bunu sizə dedik. Bu tip suallarda nə edirik? Bir dənə ikili butyl radikalı yazırıq. Bir dənə də OH qoyuruq ki, spirt olsun. Y spirti bu. Bu Y spirti. Və X hidrogenləşərək buna çevrilibsə, deməli X da keton imiş, ikili spirtdir. Butanol 2-dir, baxın. Burada OH-ı bir dənə aşağı kaydırım, çevirim, gətirim. Metil də bura. Butanol 2-dir. Butanol 2-ni almaq üçün biz nəyi hidrogenləşdirməliyik? Baxın, yuxarısına yazıram, hidrogenləşməli. CH3, CH2, COH, CH3. Yəni biz butanol 2-ni
almaq üçün butanol içini almaq üçün butanon oksidləşməlidir. Nə oksidləşməlidir? Butanon. 2 demirik ya butanon. Çünki burada qoysaq 2 olacaq. Bu tərəfdə də eyni maddə olacaq. Aha, və X-in molekulunda karbon atomlarının hibrid orbitallarının sayını istəyir. Yəni bu butanonda sp3-dür 4, sp3-dür 4, sp2-dir bu 3, sp3-dür 4. 4, 4, 4 elədi 12, o da 3, 15. 2-nin də cavabı 15 olacaq. 17-ci sual. Alfatik doymuş birləşmə SNH2NO. Yəni aldehid də ola bilər, keton da ola bilər. Molekulunda sigma sp3s rabitələrin sayı 10-dur. Və biz nə öyrənmişdik? Biz öyrənmişdik ki, aldehidlərdə sp3s sigma rabitələrin sayı cüt rəqəm olmur. Həmişə təkdir. Ketonlarda isə sp3s həmişə cütdür. Deməli, bu ketondur. Və 12 H-ların hamısı burada sp3s olacaq. Hamısı. Çünki keton quruluşuna bir dənə fikir verin. Məsələn, bu ketonu yazıram. Fikir verin. Tək bir karbon sp2-dir bu. Qalan karbonlar sp3-dür və hidrogenlər də o qalan karbonlara birləşir. Yəni, qalan hidrogenlər hamısı sp3 karbonlara birləşir. Ona görə də 2 sayda hidrogen yazırıq 10, N5. Və bu S5H10O-dur. Və molekulunda üçlü karbon atomu varsa bu birləşməni və hidrogenləşmə məhsulunu beynəlxalq nomenklatura ilə adlandırın deyir. O zaman biz nə edirik? Bura biraz belə çəkək. 5 karbonum var, ketondur və bir ədəd üçlü karbon var. Belə bir şey yazaq. 4. Aha, baxın bu. Bunu hidrogenlərin tamamlasaq və sayın 1, 2, 3, 4 desək 3 metil bu 3'dür ya 3 metil butanon 2 bu səfər deməliyəm çünki metil də var butan 10 butan 10 2 bu birin cavabı və hidrogenləşmə məhsulunu hidrogenləşsə bu hidrogenləşsə bir dənə özümə əziyyət eləməyim. Bu hidrogenləşsə yoldaşlar. Görürsünüz bu piramiddə qırılacaq. Piramiddə qırılacaq. Bura bir dənə H, bura bir dənə OH olacaq. Olacaq 3 metil butanol 2. Bu qədər. 18-ci suala baxırıq. 35,2 qram doymuş bir əsli karbon turşusunun neytrallaşmasına 200 milli 2 molyar kalium hidroksid məhlulu sərf olmuşdur. Turşu molekulunda 3 karbon atomu varsa onu beynəlxalq nomenklatura adlandırılır. Turşu molekulunda bu nəysə. Biz ümumiyyətlə bilməliyik ki, bir əsaslı karbon turşuları kalium hidroksid və ya natrium hidroksidlə bir turşula əsaslanır. Birin 1-ə mol nisbətində tam neytrallaşır. Yəni, əgər mən buradan qələvinin molunu tapsam, elə turşunun da molunu tapmış olaram. Sadəcə orada tam neytrallaşma desəydi daha ədəbli olardı. S bərabərdir nü böl V olduğuna görə və nü də bərabərdir S vur V olduğuna görə və S 2 molyar V də milli yox litr cinsindən 0,2 olacaq. 0,4 mol. Deməli, qələvi məyər 0,4 moldursa və bununla tam neytrallaşan turşun bir əsaslıdırsa, deməli o da 0,4 moldur. Turşular SNH2NO2 formuluna məxsus idi. İndi belə bir söhbət eləyəcəm. Əgər mənim bu formullu bir turşum, doymuş bir əsli karbon turşumun 0,4 molu 35,2 qramdırsa, 1 molu da formuldan çıxarım 14 plus 32 qram. N də bərabərdir. N də bərabərdir 4. Deməli, turşu molekulunda üçlü karbon atomu varsa, 4 karbondan biri getdi COH oldu. Bunu üçlü eləyək.
Bu qədər. 4 karbon bitdi. Mənə nə deyir? Beynəlxalq nomenklatura. 1, 2, 3. 2 metil propan turşusu. 2 metil propan turşusu. Bu turşu molekulunda sigma sp3 sp3 rabitələrin sayı. sp3 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 karbon. sp3 karbon. sp3 karbon. sp2 karbon. sp3 sp3 1, 2 olacaq. Bu sp2 sp3'dür. Ona görə 2'nin də cavabı elə 2 olacaq. 19-cu suala baxırıq. 8.6 qram doymuş aldeidin oksidaşməsinə 10.2 qram turşu alınır. Alınan turşu molekulun oksidaşmə dərəcəsi 0 olan karbon atomu varsa onu beynəlxalq nomenklatura ilə adlandırır. Deməli, doymuş aldeid CnH2NO. Bu oksidləşdikdə turşuya çevrilir, CnH2NO2 olur. Nəzəri olaraq 14N plus 16 qram bir doymuş aldeid oksidləşdikdə 14N plus 32'ye çevrilir və 16 qram artım olur. Bizə şərtdə deyir bu 8.6 qramdır. Bu 10.2'dir. 10.2'dən 8.6'ını çıxsam 1.6 qram artım var. Onda buradan bir tənasib qursam vergül adam elədi, 16'lar getdi. 14N plus 32 102'ye bərabərsə n də 32 keçdi 70 n5. Və alınan turşu molekulunun oksidaşmə dərəcəsi 0 olan karbon atomu varsa, 5 karbonun var, 0 oksidaşmə dərəcəli karbonun var. 0 oksidaşmə dərəcəli karbon, burada elə bir karbonçusu haşı olmamalıdır. 5 karbondan biri karboksil qrupuna keçdi. Bunu 0 oksidaşmə dərəcəli karbon eləmək istəsəm, onu 4 yandan bir karbon birləşdirərəm. Baxın, bu 0 oksidaşmə dərəcəli karbondur. Niyə? Çünki heç bir hidrogen filan birləşdirmir. Və bunun da beynəlxalq nomenklatura ilə adı 2,2 dimetil propan turşusudur. Bu turşunun natrium duzu ilə natrium OH-ın ərintisinin reaksiya tənliyini yaz. Bu bayaq yazdığımız o sirkədən 2 mərhələ söhbəti idi. Bunu duz vəziyyətində natrium duzu bax belə olar. Mən bunu belə yığım CO natrium. Bunu natrium OH ilə reaksiya salsaq, biz nə demişdik öyrədəndə? Sonaya qədər nə varsa ona uyğun al kanal. Yəni burada da sonaya qədər nə var? Bu var. Yəni bu var. 2 metil propan alınacaq. Bir də natrium karbonat alınacaq. Bəli. Deməli, ərincə tənliyini yazın. Tənliyi yazdıq. Və alınan üzvü maddəni səmərəli üsulla adlandırın. Alınan üzvü maddə bu 2 metil propandır beynəlxalq adı. Səmərəli üsulla adlandırsa ən çox şaxəlmiş karbon metan. Trimetil metan deyəcəyik buna. Trimetil metan. Sonra sinif daxil izomeri olmayan doymuş bir əsas karbon turşusunun xlorla reaksiyasından birin nisbətdə alınan üzvü maddənin optik izomeri var. Deməli, xlorla qarışqanın reaksiyasını yazmırdıq. Sirkə yazırdıq. Sirkənin sinif daxil izomeri yoxdur. Lap belə qarışqa olsun desək. Və bir də CH3, CH2, COH. Bunların sinif daxili izomeri yoxdur. 4 karbonda artıq bunun sinif daxili izomeri olan biz 2 metil propan turşusu yaza bilirik. Amma digərlərin sinif daxili izomerini yaza bilmirik. Və birin birə xlorla reaksiyada alınan üzvü maddədə optik izomerli olması bu propan turşusuna xasdır. Niyə? Çünki alfa karbondakı hidrogen bilirdik ki, xlorla əvəz olunur. CH3, CH xlor, COH və H xlor alınır ki, burada 2 nömrəli karbon bax bu asimetrikdir. Ona görə də optik izomerliyi əmələ gətirəcək. Bu turşunu beynəlxalq nomenklatura ilə adlandırım propan turşusu. Və onun siniflərarası izomerlərinin sayı. 3 karbonu olan siniflərarası izomer mürəkkəb efir yazmalıyıq. Mürəkkəb efirlər RCOOR idi.
Mütləq və mütləq bura karbon olmalı idi. Burada H da yaza bilərəm. Deməli biz bu qrupun ətrafına karbon və ya bura H da yazaraq formullar əmələ gətirmə, formullar yazmalıyıq. 3 karbonumuz var. CO, O yazdım. Bura H qoydum. Qalan 2 karbonu etil şəklində bura yazdım. Etil formiat. Sonra karbonlardan birini bura keçirsəm CH3, CO, OCH3 yazdım. Metil asetat. Başqasını da yaza bilmirəm. Deyir, onun sinflərarası izomerlərin sayı 2-nin cavabı elə 2 olacaq. Növbəti bir izahın sonuna gəldik. Bu da ümid edirik sizin üçün faydalı olacaq. Bu qədər. Sağ olun.